artıq çəkiliş də başladı. Və bir daha təkrar qeyd edeyim, çünki başlanğıcda çəkilişi açmamışdıq. Demək, Research Rabbit aidi, gördüyümüz kimi bu da süni intellekt alətidir. Məqalələrin, elmi əsərlərin yazılması, ədəbiyyatların tapılması və s. ilə əlaqəlidir. Qeydiyyat məsələsinə gələk ilk öncə. Qeydiyyat. Bu logindir, mövcud olan. Bu qeydiyyat. Belə yazın. Deyir, sənin hesabın yoxdur ki. Demək, biz burada adımızı yazırıq. E-mail adresimizi yazırıq. Sonra bizə özü kod verir, amma biz o kodu götürmürük, çünki çox qarışıq kodlar verir. Sazda svoy parol, yəni öz parolunu yarat. Və ikinci dəfə parolunu təkrar edirik. Və onların şərtlərini qəbul edirik. Mütləq şəkildə burada bir qalaçqa işarə qoyuruq kvadratın içərisinə. Sonra sign up vurup qeydiyyatımızı tamamlamaya çalışırıq. Özünüzdən parol qoydunuz, Aygün xanım orada. Bəli, bəli. Çünki onların verdiyi çox qarışıqdır. Əcayib olur, hə. İndi bizə nə verir? Create your first project. Yəni, öz bir projenizi yaradın. Gəlin, mən bunu bir tərcümə edim. Öz layihənizi, ilk öz layihənizi yaradın. Bəli, bəli. İlk layihənizi yaradın. Layihənin adını yazırıq və Research Rabbit-dən istifadə etməyə başlayın. Layihənin adını yazdıqdan sonra aşağıda artıq bu hissə aktivləşəcəkdir. Hələ ki, passiv vəziyyətdədir, boz rəngdədir. Layihənin adı nə olsun? Mənə bir ad deyin. Yəni, elmi işlərinizdən filandan. Keçən dəfə deyən yox, indi bir başqa yoldaş desin. Hansı elmi iş, elmi məqalə filan. Birinin adını deyin mənə. Kimyanın tədrisində süni intellektin əhəmiyyəti. Əla. Buyurun. Yazmısınız bunu, yoxsa yazmağı düşünürsünüz? Yazmağı düşünürəm, əlimdə hazırlayıram. Əla. Əla gününüz olsun. Süni intellektin? Süni intellektin rolu, əhəmiyyəti. İntellekt alətlərinin bəlkə olar? Bəli, əslində alətlərinin. Alətlərinin rolu. Aygün xanım, üzr istəyirəm. Parolu neçə simvol qoydunuz orada? 8 dənədən adətən az olmur. Belə olur, demək olar ki, əksəriyyətində. Hərf oldu hamısı. Baxmadım, siz yazanda. Yox, mən onu açıqda qoymadım, ona görə siz görmədiniz onu. Adınızı yazın, bir də doğum ilinizi yazın da. Bu ən yaxşısıdır, yəni heç vaxt yaddan çıxmayan bir şeydir. Kimyanın tədrisi. Misal üçün, tutalım, Aygün 1974. A böyüklə, qalanı balaca, ona da biçik 1974. Kimyanın tədrisində süni intellekt alətlərinin rolu və əhəmiyyəti. Yəni, yoxlayaq. Bəli. Demək, bildiyinizdən bilməli olduğunuz şeyə keçin. Başlıq. Burada baxaq, görək nələr var.
Gələk bura. Bu bağlıdır. Təkmilləşdirin bağlıdır. Bizdən yəqin pul istəyəcək. Yenə də yoxlayaq. Əbədi olaraq pulsuz bizə nə verir? Əbədi olaraq pulsuz deyilən, yəni tam əbədi olaraq nələr verir? 280 milyondan çox məqalədə limitsiz axtarış verir bizə. 280 milyondan çox. Baxın. 50-yə qədər girişdən axtarış verir. Əsas axtarış parametrlərinə çıxışımızı verir. Və bir dənə layihə işləməyə bizə icazə verir. Pulu olan isə aylıq abunə haqqı 10 dollardır. 280 milyondan çox məqalədə limitsiz axtarış verir. Bütün işıqlandırılmış icmalınızı əldə etmək üçün 300 girişdən axtarış edir. Qabaqcıl axtarış parametrləri ən yaxşı məqalələri tez bir zamanda tapmağa imkan verir. Birdən çox layihə tədqiqatınızın genişlənməsini təmin edir. Yəni pullu və pulsuzun fərqini burada biz görürük. Demək, aktiv olanda aktiv niyə olmadı? İllik, aylıq. Tam biz neysə seçməliyik, yəqin ki. Götürmədi. Bizdən yəqin keçiz istəyəcək karta. Növbəti addımlar üçün. Yenə də bu tərəfdən baxaq, görək nələr edə bilirik. Bu hissəni götürək. Dilini hardan dəyişdiniz onu? Dili ilə buradan 3 nöqtədən də dəyişə bilərsiniz. Sağ düyməni burada sıxmaqla perivesti də verə bilərsiniz. Və yaxud da 3 nöqtədən buradan vurduqda da burada perivesti var. Yəni oradan dəyişə bilirsiniz. Gəlin görək nə tapır bizə. Dovşanımız artıq qaçdı, heç nə tapmadı. Biraz sadə bir şeydən və yaxud da gəlin bunu biz ingilis dilində göndərək. Rumiyə müəllimə, bunu siz demişdiniz, eləmi adını? Bəli, bəli. Tamam, gəlin biz bunu ingilis dilinə çevirək. Google Perevodçiklə. Baxın, artıq burada da CI rejimi var, aktivdir. Artıq uzun müddətdir ki, Google'un özü Gemini'dən başqa, Gemini də bilirik ki, Google'un məhsuludur. Amma Gemini'dən başqa CI rejimi də aktivdir. Yeri gəlmişkən, bugün yox, dünən gecə Gemini'yə yeni bir funksiya gəlibdir. Mən sizə izah edəndə o funksiya yox idi. Artıq o musiqi də bəstəliyir. Musiqi gəlir. Bəli, musiqi də bəstəliyir. Deməli, yazaq bura və buradan ingilis dilində. Bunu bəstəkar olaq. Bəli. Kopyalayırıq ingilis dilində aldığımızı və gələk burada qeyd edək. Baxın, baza Azərbaycan dilində o qədər zəifdir ki, yəni heç nə tapmadı, amma bizə ingilis dilində verdiyimizdən tapdı. Demək, yaradan ilinə qədər yazıb gördüyünüz kimi 2024 süni intellekt və maşın öyrənmənin kimya tədrisində istifadəsi, tənqidi icmal, təhsili kəşf edin. Xülasə plan hər bir şey var burada. Sonra ikincisi Berber 2025 kimya tədqiqatında süni intellekt tədris və öyrənməyə təsirləri, kimya təhsili jurnalıdır bu da, hansı ölkənin. Erümit 2025 elm və kimya tədrisində süni intellekt sistematik icmal, xülasəsi yoxdur, burada qeyd edilib. Sonra Perezan 2024 ali təhsildə kimya tədrisində tam sizin üçün uyğun ali təhsildən gedir söhbət. Baxın, Rumiyə müəllimə. Kimya tədrisində süni inteqrizasiya vasitələrinin inteqrasiyasına dair təklif. Sonra rəqəmsallaşma və süni intellekt dövründə kimya təhsilində yeni texnologiyaların pedaqogikası, sırf yenə də sizə yönəlidir, sistematik icmal. Sonra
Bu nədir? Natamam məlumatlardır bunlar. Yəqin qırıq-qırıq olan kimsə nələrsə yerləşdirib və yaxud da nəyəsə rəy verilən məlumatların içindən belə görürsünüz, çox dərin axtarış edir və uyğun olan bir şeyləri çıxarır. Və biz sistemi, yəni Azərbaycanca çevirdiyimizə görə o da bizə geri dönüşdə Azərbaycan dilində verir. Yəni hər dəfə tərcüməyə də ehtiyac qalmır belə olanda. Amma elə səhifələr var ki, bundan öncə də baxırdınızsa, diqqət edirdinizsə, hər addımda biz təkrar bir də tərcüməyə gedirdik. Yəni, bu səhifənin demək, birinci səhifəsini artıq biz çevirmişik. İkinci səhifəyə keçmək üçün yenə də bizdən dili dəyişməyi tələb edirdi. Sonra bu şəkildə davam edir, bu şəkildə. Və bizə, baxın, nə qədər məlumat tapıbdır. 172.000 Rumiyə müəllimə, 172.000 məqalə, icmal, 172.000 nə deməkdir? En sayda kitab yaza bilərsiniz. Bunları təhlil etsəniz, nə qədər elmi əsərlər yaza bilərsiniz. Sırf özdə bu yöndə də, yəni süni intellektin, fizika, kimya, biologiya təhsilinin transformasiyasına, təhsilin araşdırılması və s. Yəni bizə yalnız hər keçiddə, baxın aşağıda keçidi görürsünüz yəqin ki, 172.000-dən 1-dən 10-a qədərini göstərir. Mən növbəti səhifəyə keçsəm, artıq orada 11-dən 20-yə qədər olan hissəni göstərəcək mənə. Və 172.000, yəni bunu bir ömür kifayət etməz ki, siz bu qədər ədəbiyyatı təhlil edəsiniz. Yeri gəlmişkən, bu qədər ədəbiyyatı bir neçə dəqiqədə təhlil edə bilən belə süni intellektlər mövcuddur ki, siz müəyyən sizə uyğun olanları misal üçün ora yönəldib, onun təhlilini, çıxardığı nəticələr və s. istəyə bilərsiniz. Sonra öz təhlilləriniz və nəticələrinizlə ümumiləşdirmələr apara bilərsiniz. Misal üçün, necə? Bütövü deyə bilmərəm, çünki burada özünüz gördüyünüz ödənişli məsələlər var. Mən də açdım, çünki yarımçıq açdım. O baxımdan, yəni, belə olacaqdır. Və dediyim kimi, siz öncədən bir kartı ala bilərsiniz. Kartın içərisində siz o elmi işinizi əgər bu ay üçün nəzərdə tutursunuzsa, bu ay yalnız $10 ödəyirsiniz və yaxud da digər həmkarınızla bunu etmək istəyirsinizsə, bir 5 həmkar toplaşdınız, adama $2 düşür bir aya. Bir aya adama $2 ödəyirsiniz və bir il boyunca bunu etsəniz, bir ildə siz nə qədər iş görmüş olarsınız. O 5 nəfərin 5-inə də elmi məqalələr, elmi məsələlər, işlər falan lazımdırsa, bir dənə akkaunt yaradırsınız, bir akkauntun üzərindən hər biriniz hərəkət edirsiniz. Sonra burada PDF formatında bunu nə edə bilirik? Endirə bilirik. Bu hissədən, indi görək endirmədə full istəyəcək, yoxsa müəyyən bir hissəni bizə endirməyə icazə verəcəkdir. Və birbaşa bizi həmin əsərin, həmin ədəbiyyatın olduğu səhifəyə gətirdi, çıxardı. Muş Alparslan Universiteti, yeri gəlmişkən Türkçədir. Nəcməddin Erbakan Universiteti, Optical Intelligence Education. Abstract referans. Tamam. Düz həmin sənədin, kitabın olduğu yerə gətirdi. Yəni ki, burada artıq gördüyümüz kimi belə bir şey yoxdur ki, ChatGPT kimi bu qulüsinasiyalar və s. yaşamır, yəni. Özündən absurd bir şeylər ortaya çıxarmır. Bu məsələ var. Yəni, bizi konkret ünvana və dəqiq yerə aparır. Bu yaxınlarda demək, səhv etmirəmsə Amerikada, yoxsa İngiltərədə belə bir hal baş verib. Hakim, bilmirəm sizə demişdim, yoxsa yox. Məhkəmə qərarları nəyin üzərindən aparıbdır? ChatGPT ilə məsləhətləşib, ondan müəyyən qaydalar, qanunlar və s. işini rahata salmaq üçün qanunu ondan istəyibdir. O da qanunda olmayan bir maddəni veribdir hakimə. Hakim də onu əldə əsas tutaraq, demək ki, son qərarını veribdir və hökm oxuyubdur cinayətkara. Cinayətkarı müdafiə edən vəkil isə daha məntiqli davranaraqdan tam araşdırıb və sübuta yetiribdir ki, belə bir qanun maddəsi, yəni həmin ölkədə yoxdur, mövcud deyil və hakim, demək, ChatGPT-dən artıq onu da, belə deyək də, onun özünü məhkəməyə verdilər və ChatGPT-dən istifadə etdiyinə görə onun verdiyi qaydalarla, qanunlarla, yəni yalançı bir, olmayan bir maddədən istifadə etməklə insanlara, yəni belə etməsinə görə tamamilə kənarlaşdırılma olubdur. Bu yaxından qarşıma çıxmışdı həmin məqalə. Yəni o baxımdan burada gördüyümüz kimi artıq yalançı keçid, yalançı bir səhifə deyil. Bəzən ChatGPT-dən nəyisə istəyirsən, deyirsən mənə yaxşı bu məlumatı tapmısan, bu məlumatın linkini ver. Atır sənə, baxırsan, görürsən orada yazıb error 404, nə bilim nə. Yəni artıq o yoxdur, belə bir internet səhifəsi mövcud deyil. Hətta orada qeyd edir ki, belə bir internet səhifəsi mövcud deyil. Burada isə gördüyümüz kimi artıq bizə Rabbit... Siz olmasa birini də açarsınız da, baxın. Tamam. O dovşan bizə doğru istiqamətləri göstərir. Gəlin indi birbaşa buradan baxaq görək, burada bizə... Yox, bura qədər gəldiyinizi bir də təkrar göstərə bilərsiniz. Tamam, o necə olub gəldiniz PDF-ə?
Demək, Mən özüm buradan qaçırdım deyirəm, baxa bilmədim. artıq keçdi, bizi keçirtdi Orkidin. Agil xanım, Bəli. mən də gəldim, buraya gəldim, 10 Aha. dollar, Bəli. 50% deyil, endirimdir, 10 Bəli. dollar, Mhm. qullandır. Hə də dediyim Pərvanə kimi mən yəni. açılmadı, ha. Dediyim kimi pul- edə Mən də bilərsiniz. deyirəm bu bir də Aygün xan bu Tamam, hissəyə qədər edəcəm. gəlsin. Gəlin bir hissənin axıra qədər gedək, nəyi görürük, nələr var onun içərisində. Və sonra həmin orada daxil olduğumuz linkdən artıq bizi o türklərin yazdığı əsərlərin, ədəbiyyatların olduğu hissəyə gətirdi. Baxırsınız burada prezentasiyası var, editin fakültəsi. Agil xanım ingilis dilində götürür ancaq, Azərbaycanca götürmədi. Nasıl? Yox, siz gərək səhifəni tərcümə edəsiniz, mən tərcümə elədim. Məsələn, universitetin adını da verir gördüyümüz kimi. Muş Alparslan Universiteti, Türkiyənin, TR, Türkiyənin də burada kodunu qeyd edibdir, hər kodunu. Burada sonra tarixi qeyd edibdir. Demək, 21-12-ci ay 2010-cu il, to present, yəni kim? Professor doktor Professor doktor adı, Bekir Yıldırım qeyd olundu. Show more detail, daha detallı görmək üçün burada demək üzərində vura bilirik. Bu mənbələr də eləmi Aygün xanım? Bəli, Mənbələr. bəli, bəli. Hə, burada artıq avtoformat kodlayıbdır. Biz bunu gəlin belə yoxlayaq. Bu kodu ataq gəlin Geminiyə. Görək bunu bizə verəcəkmi? Gəlin bunu yoxlayaq. Görək Gemini bunu bizə verirmi? Bu haqda nə deyir bizə? Akademik dünyada universitetləri və fondları tanımaq üçün istifadə olunan bir növ rəqəmsal şəxsiyyət vəsiqəsidir. Bu formatdakı məlumatlar adətən Google Scholar və baxın bizə dedi, Research Rabbit kimi platformaların arxa fonunda işləyir və tədqiqatçılar axtardıqları mənbənin hansı quruma aid olduğunu dəqiq bilsinlər. Gəlin bu texniki məlumatları sizin üçün sadələşdirir. Bu kod nədir? Baxın, yazdı bu. Sadəcə buna kod atdım. Deyir, Muş Alparslan Universiteti haqqında rəsmi məlumat bazası qeyd edir. Akademik axtarış sistemləri bu məlumatlar sayəsində həmin universitetin tədqiqatçıları və onların aldığı qrantları, maliyyə dəstəyini izləyir. Baxdığınız sənəddəki mühüm məlumatlar bunlardır. Burada da qeyd olunub, demək. Sizin araşdırmalarınızla əlaqəsi, mənbənin doğruluğu, tapıcı məqalənin hansı qurum tərəfindən dəstəklədiyini görmək üçün statistik analiz, daha çox hansı mövzuda yazır, bu universitetin müəllimləri və s. Amma bizə tam mətnə girişi təəssüf ki, vermədi. Yenə də siz bu mətni, bu məzmunu təkrarən tutalım ki, gəlin onun adını götürək biz, belə edək bu dəfə. Çünki bizi çox bu dağla daşla apardı. Gəlin belə edək. Bekir Yıldırım, Alparslan Universiteti nə idi bu? Buradan keçək. Bura. Kimya müəllimi üçün süni dil. Buradan götürək bunun adını. Buradan bizə götürməyə icazə vermədi. Bu tərəfdən götürə bilirikmi? Aha, bu tərəfdən götürə bilirik. İndi bunun adını götürüb, gəlin indi biz bunu Google'un özündə mövcud olan, yeni yaranmış olan CI rejiminə verək. CI rejimi, Google'un özünün CI rejimi, Gemini kimi, Copilot kimi, digərləri kimi düz o qədər də güclü deyil, amma yenə də o sizə nələrisə burada edə bilər. Biraz sadə modeldir. Yazıram ki, bu sənədi tap göndər. Bu sənədin PDF və ya Word formatını tap göndər. Gəlin baxaq. Demək, mövzuya bağlı PDF resurslar. Kimya məktəbdə PDF, müəllif Kələntərli. Bizi artıq biz tərəfə gətirdi deyəsən məğzini, məsələnin.
Kimya məktəbli metodik jurnalda süni intellektin kimya fənni tədrisinə və şagirdlərin tədqiqat bacarıqlarının inkişafına roluna dair ətraflı məqalə mövcuddur. Müəllif L. Kələntərli tanıdığınız biridir, Ümumiyyət müəllimə. Sənədi buradan oxuya bilərsiniz. Xeyr, tanımıram. Tamam, sənədi buradan oxuya bilərsiniz deyir. Gəlin görək sənədi gerçəkdən verin. Baxın, gerçəkdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Kələntərli və Göygöl Şəfaqətova. Sizinkilər daxı bunlar. Bəli, Şəfaqətova müəlliməni tanıyıram. Yəni o həm mənim müəllimim, o fənn iş yoldaşımızdır. Lalə Kərimli, Kələntərli. O Kələntərli yəqin magistrant. Tamam. Baxırsınız, yəni Bəli, bəli. məqaləni də veribdir. İstifadə olunan ədəbiyyatı veribdir. Burada da ingilis dilində və rus dilində olan son müəllim veribdir. Bəli. Sonra müəllimlərin peşəkar inkişafı, təhsildə sahib peşəkar inkişaf, müəllimlərin peşəkar inkişaf imkanları 2025-2028-ci illər üçün nəzərdə tutulan süni intellekt strategiyası haqqında rəsmi məlumatlar. Çox əla bir şeydir bu əslində. Sonra Azərbaycan Universitetinin nəşr etdiyi geniş icmal məqaləsi, gördüyünüz kimi burada da var, linkini də qoyubdur. Kimya müəllimləri üçün tövsiyə edilən alətlər, tədqiqat üçün, dərs hazırlığı üçün edtech.az linkə də keçidini qeyd edibdir. Düzü burada ingilis dilindədir, amma yenə də istifadə edə bilərsiniz. Və sağ tərəfdə də yenə də 4 dənə sayt veribdir. Burada gördüyünüz saytları veribdir. Məsələn, götürək kimya məktəbdə. Aycan xanım, siz adını kopya eləyə bildiniz, amma olmur axı, əl işarəsi gəlir üstündə, olmur. Adı kopya eləyib atmaq. Baxırsınız, haradan götürürsünüz, indi mən sizə göstərəcəm. Yox, siz bayaq getdiyiniz yerdən götürmək istədim, oradan götürə bilmədim. Baxın, sağ tərəf görürsünüz, bax burada. Əl işarəsi ona görə gəlir ki, o sizə təklif edir ki, siz onu vurasız, keçid edəsiz sonra. Mən əl işarəsi olmayana qədər sürükləyirəm ox alanda, baxın, ox oldu artıq. Ox olanda sıxdım, saxladım və sağa doğru çəkdim. Əl işarəsi olanda o təbii ki sizi linkə aparmağa çalışır. Əl linkə getmək deməkdir. Sonra oxşar məqalələr, sonra referanslar, istinadlar və s. Baxın, aşağıda bunların hamısının seçiminə qədər eləyibdir. Oxşar 541, referanslar 40, istinad edən 9. Yəni müəyyən bir elə məqalələr var ki, biri digərinə, bir müəllif digərinə istinad edə, belə deyək də, orada müəyyən qeydlər edibdir. Burada da daha geniş informasiyanı götürə bilərsiniz buradan. Təkmilləşməyə keçsək, bu istəyəcək səhv etmirəmsə, yenə baxarıq. Açar sözlər daxil edib axtarış edə bilərsiniz. Nəşr tarixinə görə buradan axtarış edə bilərsiniz. Misal üçün, bu burada bizə neçə verib? 1950-2026 ilə. Mən bu şkalanı çəksəm, artıq bu məni daha yaxın illərə gətirəcək. Məsələn, 2005-də uzaqda qalıb artıq, 2016, son 5 ilinkini götürürlər də, sizdə səhv etmirsə. Saxladım 2020-də. İndi mən 2020-2026-nı götürsəm, mən burada daha rahat olacaq. 172.000 əsər, məqalə, elmi iş və s. deyil də, mənə lazım olan son illərin sənədlərini çıxaracaqdır. Sonra bu rüblər sizə lazım deyil, amma yenə də istəsəniz müəyyən bir seçim edə bilərsiniz. Demək, jurnal H indeksi, əgər sizdə konkret hansısa bir xarici ölkənin və s. Jurnallarının indeksi falanı varsa, yəni bunu hardan götürə bilərik deyirsinizsə, o zaman burada internet üzərindən yenə də axtara bilərsiniz. Geminidən və ən yaxşısı da Copilotdan soruşa bilərsiniz. Çünki Copilot sizə daha dəqiq informasiyalar verəcəkdir. Eyni zamanda Google Geminin özü də. Amma yenə də deyirəm, ChatGPT yalan məlumat da verə bilər. Yenə də siz ondan da istədikdə deyin ki, mənə linkini də göndər. Məlumatı götürdüyün hissəni. Demək, jurnalın H indeksini demək, yenə də süni intellekt üzərindən öyrənə bilərsiniz. Açıq giriş məsələsinə, misal üçün, tutam ki, burada bəzi hissələrə ancaq başlıqlar və qısa bir hissəni biz görürük, tam görə bilmirik. Mənə də lazımdır ki, tam məqaləyə müəllif icazə verdiyi, yəni məqalələrə keçilim olsun ki, mən onlardan elmi işimdə və s. də istifadə edib faydalana bilim. O zaman burada işarəni qoyursunuz. O sizə yalnız və yalnız açıq girişi olan, 2020-2026-cı illər olan və s. Yəni, buradan özünüz istədiyiniz şəkildə bu məsələləri ayarlaya bilərsiniz. Geri çəkilmələr təyin olunmayıbdır.
çıxarılanı çıxar. İndi baxaq görək buradan azaldacaqmı? Mən tapdım Aygün xanım. Birini də hələ indirə bildim məqalənin. Aha. Tam versiyasını. Bəli. Burada qeyd etdiyim kimi, yəni lazım olan hissələri seçəndə sizə çox rahat şəkildə lazım olanı verəcəkdir. Sonra bu görünüş rejiminin, nümayiş rejiminin ekran məsələlərinə aiddir. Təkmilləşdirməyə gəldikdə bizdən təbii ki, bu istəyəcəkdir. Sonra nələrə burada diqqət etməliyik? Bu məqaləni daha dərindən araşdırın. Bu hissə demək ödənişlidir. Görürsünüz, qıfıl işarəsini sağ köşdə. Yəni biz bundan istifadə etmək üçün mütləq şəkildə demək nə etməliyik? Artıq ödənişliyə keçməliyik. Qeyd etdiyim kimi yenə də Kəmalə Ramazanova qoşuldum yazıbdı, eləmi? Biz onu yoxladıq, səhv etmirəmsə. Kəmalə xanım buradaydı. Bir dəqiqə. Məmmədov burada olan Ramazanova yazıb ki, qoşulmuşam. Tamam. Axşamınız xeyir, bəli, mənim qoşuldum. Hər vaxtınız xeyir. Bircə dəqiqə mən qeydləri onda götürüm, yeniliyim. Eldarova Ülviyə qoşuldu. Eldarova Ülviyə. Yoxdur. Əhmədova Arzu qoşuldu. Sağlamışsınız, bəli. Əhmədova Arzu burada. Eldarova Ülviyə yoxdur. Sonra Cədil qadınların mesajı da belə arda gəlir. Bir dəqiqə. Görüş təyin edildiklər ona mesajıdır. Bir dəqiqə. Görüş səhvəndən sonra qatılacağız. Sabah üçün görüşün ekləridir. Tamam. Demək, qaydaq öz süni intellekt alətimizin üzərinə. Yəni bu hissədən biz istifadə etmək üçün, bu qara paneldən istifadə etmək üçün mütləq ödənişli məsələyə keçməliyik. Bu da belə. Sonra burada sizə deyəcəyim başqa nə qaldı? Axtarış bölməsindəyik. Kitabxana hissəsinə baxaq. Demək, biz bayaqdan danışdığımız hissə yalnız axtarış hissəsinə aid idi. Demək, kitabxana isə sizin özünüzə aid olan bir şeylərdir. Yəni burada kolleksiya yarada bilərsiniz. Bir dənə baxım görün, məncə burada kolleksiya yarada bilərsiniz. O deyəsən ödənişsizdir. Yenə baxaq, kolleksiya yarada bilirsiniz. Yəni sənədin adını, qovluğunuzun və s. adını yazırsınız. Rəng seçimi edə bilərsiniz və yarada bilərsiniz. Məsələn, tutalım ki, misal üçün süni intellekt yazdım bura. Rəngini də bu rəngi seçdim. Sonra kolleksiyamız yoxdur. Üçün əlavə edəcəyimiz misal üçün yazaq. Birinci dərs. Kolleksiyanı da istəyir yaradaq. Yəni, bu hissəni bağlayaq. Bizim burada heç bir sənədimiz yoxdur. Belə yaradacaq. Baxın, qovluğumuz artıq hazırdır və sol tərəfdə öz yerini aldı kolleksiyanın içərisində. İndi bunun üzərinə əlavə nə isə əlavə etmək istəsək, o zaman plus işarəsinə vurmaqla demək, yarada bilərik. Sonra bütün məqalələr hissəsi, bayaqları məqalə və qovluq hissəsində hamısında sıfırlar idi. İndi baxın, məqaləmizdə sıfırdır, çünki heç bir məqalə yerləşdirməmişik, amma qovluq hissəsində artıq bir dənə qovluq şəkli və bir qovluq qeydi burada gördüyünüz kimi artıq mövcuddur. Sonra interfeysə gəldikdə yenə də təkmilləşdirin hissəsindən biz istifadə edə bilməyəcəyik, ödənişlidir. Yəni ödəniş etsəniz təbii ki, bundan da istifadə edə bilərsiniz. Burada sil düyməsi, yadda saxladı, ixrac et, yəni burada olanları kompüterə köçürə bilərsiniz, yükləyə bilərsiniz. Sonra axtarış hissəsi var. Sonra
necə ki Word sənədində, Excel-də və digər fayllarda, qovluqlarda və s. də çeşidləmə məsələsi var. Burada da eyni ilə aşağı-yuxarı olan hissədə çeşidləmədir. Filtr işarəsindən istifadə etməklə axtarış edə bilərsiniz öz qovluğunuzun içərisində, öz kitabxananızın içərisində. Sonra burada hansı formatda sizin bu ekran hissəniz, belə deyək də, bu səhifənin raboçi stolu, belə deyək, hansı formatda görsənməyini istəyirsinizsə bunlardan seçim edə bilərsiniz. Hazırda birincidədir, ona görə tünd rəngdədir. İkinciyə biz keçsək, şablon necə dəyişir? Dəyişmədi, çünki bizim hələ burada heç bir fayl və sairəmiz yoxdur. Sonra burada hələ heç bir məqalə yadda saxlamamısınız. Kəşf etmək üçün məqalələr axtarın, fayl yüklə və ya Zotero'dan idxal edin. Demək, yenə də axtarış hissəsi var, mətn və s. yükləmək və bir də Zotero dediyi hissə var ki, yəni əslində son vaxtlar süni intellekt alətləri demək ki, bir-birlə çox dərin belə inteqrasiya edirlər. Bunun üzərindən də bir-birlərinin vasitəsilə biri digərinə pul qazandırır, həm də özü bir belə deyək də müştəri kütləsi toplamış olur. Gəlin burada baxaq. Baxın, görürsünüz, deyir, davam etmək üçün Zotero hesabınızı Rich Rabbit ilə əlaqələndirməlisiniz. Davam etib vuraq, görək bizdən bu da pul istəyəcəkmi? Bəli. Alın. Hə. Demək, bircə dəqiqə yoldaşlar. Demək, burada Zotero ilə əlaqələndirmək üçün biz Zotero'ya keçid etməliyik. Yəni, bir sözlə Zotero'da da qeydiyyatdan keçməliyik. Çalışın ki, eyni bir hissədən, eyni bir profillərlə qeydiyyatdan keçin ki, çünki bundan sonra sizin, belə deyək də, bütün iş həyatınız yapay zəkadan, süni intellekt alətlərindən istifadədən olacaqdır. O səbəbdən də yaddan çıxmayası, görəsə mən hansı alətdə, hansı qeydiyyat eləmişdim, hansı maillə, hansı loginlə, parolla keçmişdim olmasın deyə eyni birinin üzərindən getməniz, yəni tövsiyə edirəm. Mən özüm çünki hər zaman elə edirəm. Bircə dəqiqə. Buradan keçməliyik biz.
verdiyi passwordu götürmürəm. İstəniyəsə bu adı götürmədi. Yaxşı, belə də. Adı dəyişək. Aygün 443 qoyaq. İndi götürdü. İndi baxaq görək bizə keçidə icazə verirmi? Bizə yox, adı dəyişdirində eyni adda ola bilsin ki, fərqli bir şeylər yenə də var. Ona görə elə olur. Mən gəldim, təkrar Zateronu vuranda gəldi, açdı. Və görürsünüz, burada Aygün 443 artıq mənim öz profilimi açıbdır, tam qeydiyyat etdiyim profil açıbdır. Gedək mən səhifəni tərcümə edim. Demək, burada da nələr var? Web kitabxana var, qruplar, sənədləşmə, forumlar və yaxud da, misal üçün, burada indi bilmirəm, o pulludur, pulsuzdur. Yəni, mövcud olan bildiyim qədər layihələrə və s. da burada qoşulmaq olur. İndi ekranı çevirib mən sizə indi dəqiq deyəcəm. Çünki süni alətlər oxunu dəldir ki, mənim özümün belə yadımdan çıxır ki, harada hansı proseslər var idi, görəndə yadıma düşür. Demək, forumlar buradadır. Forumlar var bu hissədə. Sənəd, kömək, xəbər, yayım və s. Bu birbaşa Zateronun demək özünün yaradanları ilə belə deyək də, oranın işçiləri ilə mi deyim, yəni necəsə əlaqə saxlamaq üçündür. Home bölməsi var və burada artıq simgələr özü deyir ki, burada hansı proseslər biz görə bilərik, nələr mövcuddur burada. Sonra burada nümunələr göstərir. Sonra web kitabxana. Demək, burada da mənim publikasiya etdiyim, mənim yayımladıqlarım, mənim yüklədiklərim, sonra zibil qutusu var. Sonra yenə də buradan keçidlər mövcuddur. Qruplar hissəsi var. Və burada qrupların necə yaradılması var. 54 saniyəlik videodur. Yeni qrup yarada bilirsiniz. Qrup haqqında müxtəlif informasiyalar, məlumatları yerləşdirirsiniz və qrupun linkini yaradırsınız, yəni sistem özü yaradacaq. Sonra da yadda saxlayırsınız. Yadda saxladıqdan sonra Gökhan, bunun pulsuzu var ha, besplatlı var. Həm bunun var, həm tədqiqat dovşanının var. Pulsuz. Bəli, amma pullusu da var. Amma pulsuzundan xeyli bir şeylər əldə etmək mümkündür. Sonra dokumentlər, sənədlər hissəsi var, forumslar hissəsi var. Baxın, yaxın günlərdə 3 gün, 8 gün, 24 gün, 29 gün, yanvarın 13-də keçirilən forumlar. Demək, diskussiyalar, bəzən biz nə axtarırıq, xarici deyirik, nə olardı, xaricdən bir link atardılar, müəyyən bir nəyəsə qoşulardıq, xarici bir seminarda, nədəsə planda iştirak eləyərdik və s. və s. Burada da, baxın, en sayda, hələ 100-dən də o yana gedir ki, burada səhifə mövcuddur. Sonuncu da 3 gün bundan öncə keçirilibdir.
Yenə də bir dənə ekranı da tərcümə edək. Demək, son müzakirə, axtarış, bildiriş təchizatı, iştirak edənlər, bizim müzakirəmiz varsa onlar da düşəcək bura. Əlfəcinləriniz, yəni ulduzladığımız, saxladıqlarımız, qaralamalar və s. Zatori 8-i elan edir. Tezlik egen element sahələri. Gəlin 3 gün bundan öncə baxaq görək nə vardı. Baxın, artıq Zotero'da hər səhifəyə keçiddə bizdən təkrar tərcümə etməmiz gərəkir. Demək, daha ətraflı məlumat üçün tam elanı oxuya bilərsiniz. Əgər artıq Zotero işlədirsinizsə, indi yardım, yeniləmələr, yoxlayın bölməsindən yeniləyə bilərsiniz. Əks halda Zotero'nun yüklənmə səhifəsindən quraşdıra bilərsiniz. Beta versiyanı sınaqdan keçirən və son bir il ərzində rəy və səhv hesabatları verən hər kəsə təşəkkür edirik. Sonra, baxın, burada artıq rəyləri görürsünüz. Bütün zəhmətlərinə görə Zotero komandasına təşəkkür edirəm. Bu layihəni çox sevirəm. Zotero komandasının işi məni heyrətləndirir. Etdiyiniz hər şeyə görə təşəkkürlər. Dev komandasına, bütün iştirakçılara təşəkkürlər. Bax, sizin kimi belə deyək, şəxslərdir. Hər birisi faydalanıblar, istifadə ediblər. Və burada, demək, qeydlər aparıblar. Necə deyək, üzr istəyirəm. Demək, gəldik bu hissəyə. Hər hansı bir problem üçün yeni mövzular açın. Tam elanı gəlin, oxuyaq. Təəssüf ki, yenə də çevirməli olacaq. Amma əsas hissə hansı ki şəkil formasında qoyulubdur. Biz onu çevirə bilməyəcəyik. Çünki burada gördüyünüz bu hissə artıq şəkil formatındadır. Biz ancaq yazıların çevrilmişini görə biləcəyik. Və gəlin buradan baxaq. Demək, ən son əsas buraxılmış olan Zotero 8 elan etməkdən məmnunluq. Zotero 8, Zotero 7-nin yeni dizayn və xüsusiyyətlər üzərində qurulur. Çox sayda təkmilləşmə etibar edir. Demək, burada Zotero'da olan dəyişikliklərdən qeyd edir ki, yəni burada sistemdə hansı dəyişikliklər olubdur, nələr ediblər və s. və s. Bir də qeyd edim ki, bu süni intellekt deyil, bunlar materialları və s. götürə biləcəyiniz bloqlardır. Sistemdir, hansı ki siz mətinlərdir, sonra digər bir şeylərdir, onları əldə etmək üçündür. Həmçinin burada bu sistemdə oxu rejimləri, yəni hansı şəkildə oxuya bilərsiniz, nələri indirə bilərsiniz və s. və s. Yəni hər birisi burada qeyd olunur. Burada da onun axtarış dovşanına keçidini və əlaqəsini də qeyd edir. Bircə dəqiqə hardadır deyəcəksiniz. Yox, burada deyil. Burada
əməliyyat sistemləri, hansı əməliyyat sistemləri onu dəstəkləyir. Apple, Linux, Linux və s. bunları qeyd edir. Sonra və indi bir daha baxaq. Burada fayl yükləyən emülatordan idxal edin. Demək, faylı yükləyib biz. Sonra gəlin bir dənə yoxlayaq, görək Zatero'da bizə onu verəcəkdir. Sadəcə süni intellekt yazaq. Dili dəyişmədik. Dovşan artıq qaçır, axtarış edir. Usubov 2021 süni intellekt konferans materialları. Məmmədova, baxın. O mənə ilk öncə nəyi verdi? Azərbaycanın özündə mövcud olanları verdi. Gördüyümüz kimi, baxın. Azərbaycanın özündə olanları 890 dənə məqalə, ilmiş və s. tapdı, çıxartdı. Gördüyümüz kimi. Sonra bu hissəni yadda saxlamaq istəsəniz, yəni buradan üzərində vura bilərsiniz və bunları yadda saxlaya bilərsiniz və yaxud ehtiyac yox, sonsuzda hər dəfə siz ona yazdıqda o sizə həmin o sistemi verəcək özü. Başqa burada nə qaldı demədiyimiz? Burada da bizim, demək, o hissəni bağladıqda son axtardıqlarımız ekrana gəlir, görünür. Bu hissədə nələr axtarmışıq, gördüyümüz kimi, yəni tarixçəsi qeyd olunur. Əgər sizə lazımdırsa saxlayırsınız, müəyyən bir müddətdən sonra bu hissə ChatGPT-dəki kimi ChatGPT-yə ödənişsiz olanda, tarixçə hissəsi dolanda sizə deyəcək ki, artıq yaddaş dolubdur, pulluya keç. O zaman siz nə edirsiniz? Burada sağ tərəfdə olan X işarəsini vurmaqla, yəni burada axtarış sistemində qalanları silirsiniz, yəni artıq bizə lazım deyilsə, orada çıxalmağını da məsləhət deyil və sonra növbəti axtarışlarınızı yenə də bu hissədən davam edə bilərsiniz. Yəni, hələ ki, bəli, buyurun. Biz kapilotu dünən o gün eləmədik ya, ona dediniz ki, onu ayrıca eləyərik. Eləmədik kapilotu. Tamam, indi kapilota da baxarıq o zaman. O ki, qaldı elmi məqalələrin, elmi əsərlərin və s. yazılması məsələsinə. Yenə də qeyd etdiyim kimi Google-da prompt hazırlaya bilərsiniz. Google-da hazırladığınız promptun həm Geminiyə, həm kapilota, həm də Claudio'nun özünə ata bilərsiniz. Onlar sizə daha dəqiq axtarış, belə deyək də, sistemləri, yəni axtarış məqamları verəcəkdir. Sonra niyəsə mən yadımda saxlamışam ki, biz kapilota baxmışıq. Yəqin ki, səhv yadda saxlamışam. Yenə də burada baxaq, bayaq Nigar xanım yazmışdı. Bunu çəkdik biz. Biz qalsın ki, onu rahat keçərik də. Bir dənə o qaldı. O birilərin hamısını dediniz. Bir dənə o qalmışdı. Tamam, o zaman indi baxaq. Təşəkkür edirəm xatırlatdığınız üçün. Gəlin o zaman keçək kapilota. Bu tədqiqat dovşanı ilə bağlı bir sualınız qaldı. Kimsə sualı qaldı? Sualımız odur ki, ancaq pul istəyir. Başqa Yox, niyə ki? Bayaqdan mən sistemin içərisinə fırlanıram, tamamilə pulsuz. Nə bilim, mən elədim, besplatla çıxdı, sonra skaçat elədim, sonra dedi ki, pulludur. Müəyyən bir funksiyalar təbii ki, pul olacaqdır. O da bayaq qeyd etdiyim kimi, əgər siz elmi iş, elmi məqalə bu il üçün nəzərdə tutub yazmağı düşünürsünüzsə və yaxud da bu ay üçün sözləşirsiniz, tutalım ki, biri sizsiz, biri mənəm, biri Rumiyə müəllimədir deyək ki, biri Nigar müəllimədir. Bir 5 nəfər yığıldıq. Deyirik ki, gəlin hamımız 5-imiz də bir müzakirə eləyək. Hansı ay boş vaxtınız var? Deyirəm ki, mənim mart ayında boş vaxt var. Nigar müəllimə deyir, yox, mart ayı məndə doludur, bəlkə aprel deyək. O birisi deyir, yox, mayda. Nəysə bir qərarlaşıb bir ayın üzərində dayanırıq. Yalnız bir ay üçün, həmin ayda da aktiv işləyəcəyik, deyək ki. Həmin ay üçün $2 mən, $2 Nigar müəllimə, $2 siz və digərləri, Rumiyə müəllimə, başqaları 5 nəfər kim qoşulub bu komandaya, 10 nəfər kim qoşulub.
Ödəyirsiniz bir karta, kartı qeydiyyatdan keçirirsiniz və pullu versiyanı alırsınız. Tamamilə rahat şəkildə istifadə edirsiniz 1 ay boyunca. 1 ay bütün materiallarınızı yığın, saxlayın, əldə edin, hər bir şeyinizi götürün. 1 ay böyük bir müddətdir. Çox böyük bir müddətdir. Bunu hara ödəmək, necə ödəmək lazım? Siz orada keçid edəndə özü kart sizi aparacaq addım-addım. Ora keç, bura keç, o düyməni bas, bu düyməni bas. Amma başa çıxan biri ilə eləyin ki, yanlış edib, yəni mənfi bir şey etməyəsiniz. Bir də əmək haqqı kartınız məsləhət deyil, qəti şəkildə. Sizin daima pul saxladığınız kart məsləhət deyil, qəti şəkildə. Ayrıca sırf süni intellekt alətlərində internet üzərindən ödənişlərinizi aparmaq üçün sizə nə qədər lazımdır? 10 manat lazımdırmı? 10 manatınızı qoyun onun içərisinə. Sonra qeydiyyatdan gəlin. Yəni, sırf o məqsədlə istifadə edin. Lazım olanda içində pul saxlayın, lazım olmayanda saxlamayın ki, sizdən əlavə çıxarışlar olmasın. Mütləq şəkildə. Yoxsa götürüm öz maaş kartımı ora qoyum, sonra problem yaşayın. Belə bir şeylər etməyiniz düzgün deyil. Edə bilərsiniz, başa çıxan adam üçün heç bir problem yoxdur. Amma birdən sizdə indi ilk dəfə qeydiyyatdan keçirsinizsə, sonra problem yaşaya bilərsiniz. Məsələn, mən rahatlıqla elə birbaşa öz kartımdan eləyirəm. Yəni, çünki nəzarətdə saxlayıram. Sonra nəzarətdə saxlaya bilməyəcəksinizsə, o sizin üçün gedəcək avtomatik tap-tap çıxacaq hər ay sizdən. Harada, nə qədər qeydiyyatınız var, hamısında çıxacaq sizdən. İndi biz gəlməliydik kapilota. Demək, Microsoft Copilot. Buyurun, sual var. Sualınız var? Mənim. Yoxdur, tamam. O zaman davam edirik. Demək, Microsoft Copilot Microsoft'un özünün məhsuludur və siz bundan çox rahatlıqla istifadə edə bilərsiniz. Niyə? Pedaqoji universitet olaraq sizin hamınızın burada qeydiyyatınız var. Demək, Adobe Eduaz var sizdə. Adobe Eduaz Teams'də qeydiyyatdan keçdiyiniz. Bildiniz hansını deyirəm? Yəni oradan sizin Copilot'da Microsoft, bəli, korporativ mail. Və sizin oradan bu Microsoft'un aləti olduğuna görə Copilot'a tamına çıxışınız var və onun pulunu hər il devlət ödəyir onsuz da Microsoft şirkətinə. Ona görə Copilot'dan, yəni digərləri kimi pul ödəmədən istifadə edəcəksiniz, çünki artıq onu sizin üçün devlət ödəyir. Sadəcə sizə nə gərəkir? Siz oradan Copilot'a daxil olduqda öz hesabınıza daxil olmanız yetərlidir ki, siz oradan keçid edə biləsiniz ora. Məsələn, tutalım ki, mən əgər bunu edə bilməyəcəksinizsə, deyək ki, Teams'ə daxil ola bilərsiniz. Elə Teams'ə daxil olmaq istəyəndə və yaxud da Microsoft 365-ə daxil olanda birbaşa hər yerdə baxacaqsınız ki, Copilot gəlir çıxır qarşınıza və yaxud da OneDrive-yə daxil olduqda yenə də o sizə orada ilk öncə Copilot'u göstərəcəkdir. Və yaxud 9 nöqtə funksiyasından birbaşa orada keçid edə bilərsiniz. Sonra demək, bircə dəqiqə yoldaşlar. Demək, burada 9 nöqtə funksiyası ki görürük. Bu 9 nöqtə funksiyasından Microsoft'un alətlərini keçid edə bilərik.
Baxın, artıq Copilot Chat elə düz qarşımızdadır. Biraz yüklənmələr geçsin, özünə gəlsin. Məsələn, bir dənə deyək ki, salam yazın. Və alətlər görürsünüz, artıq aktivdir. Mən buradayam, necə kömək edə bilərəm. Alətlərin üzərində vursanız, dizayner var, sonra başqa agentlər var. Baxın, agent, polished agent, yəni agent, əlavə agent ala bilərsiniz, əlavə köməkçi, yəni əldə edə bilərsiniz. Və burada nümunələr verir, xəbərlərdən xəbər ver, mənə bir şeir yaz, bugünkü hava necədir? Məsələn, tutalım, deyək ki, silək, mənə bir şeir yaz, düyməsini bura. Külək pıçıltı ilə danışır axşam, gecə sakit, yollar biraz yorğun. Göy üzündə ulduzlar açır pəncərəsin, elə bil hamı səndən danışır ay gün. Baxırsınız, mənim adıma şeir qoşdu. Bir ışıq kimi düşür adın könlümə, sözlər yumuşalır, duyğulara çevrilir. Sən gülümsəyəndə sanki dünya bir anlıq dayanır, ürəyi sevinir. Addımların yaz kimi yüngül, nəfəsin bahar qoxusu gətirir. İnsanın içini isidən bir istiliksən, gözlərində həyat yenidən bitir. Gördüyümüz kimi Copilot ChatGPT-nin yazdığı şeirdən daha uyğun bir şeir yazır. Çünki ChatGPT şeir yazdıqda orada qafiyələr, sonra o şeirdə sətirlərdə olan hecaların sayının uyğunsuzluğu, sözlərin bir-biriyə uyuşmazlığı və s. məsələlər olsa da burada görürsünüz, yəni nisbətən rahat şəkildə o bizə şeir yazdı. Və yaxud da deyək ki, Rumiyə müəllimənin bayaq dediyini gəlin burada yoxlayaq. Birinci ilk öncə nə etməliydik biz? Süni intellekt alətlərindən istifadə ediriksə, ilk öncə nə edirik? İlk öncə nə edirik? Daha rahat prompt yaradırıq. Gəlin biz yazaq. Biologiyanın tədrisində süni intellekt alətlərindən istifadənin rolu və əhəmiyyəti demişdi, səhv etmirəmsə, rolu və əhəmiyyəti. Rumiyə müəllimə, buradasınız? Bəli, buradayım. Tamam. Bu mövzuda nə deyirdiniz? Məqalə, elmi iş, nə? Kimyanın tədrisidir, amma problem deyil, biologiya olsun. Olsun, kimyanın tədrisində. Heç bir problem deyil, bəli. Məqalə. Kimyanın tədrisində süni intellekt alətlərindən istifadənin rolu və əhəmiyyəti mövzusunda məqalə yazmaq üçün mənə prompt göndər. Burada prompt verə bilərik, ChatGPT-yə də promptu verə bilərik, Copilot-a da verə bilərik, demək, Gemini'yə də verə bilərik. Həmçinin bir də hansı qaldı? Bir də vardı. Hansı idi o? Gemini idi, ChatGPT idi, Copilot idi, ən güclülərdən. Bir hansı idi? Demək, indi baxın promptda. Kimyanın tədrisində süni intellekt alətlərindən istifadənin rol və əhəmiyyət mövzusunda geniş akademik üslubda 800-1500 söz aralığında məqalə yaz. Məqalə aşağıdakı tələblərə cavab versin. Giriş, müasir təhsildə rəqəmsallaşma prosesindən danış. Kimya fənninin tədrisinə yeni texnologiyaların əhəmiyyətini vurğula. Süni intellektin tədrisdə rolu. CIA alətlərin kimya öyrənmə prosesində hansı problemlər həll etdiyini izah et. Adaptiv tədris, avtomatik qiymətləndirmə, simulyasiyalar, virtual laboratoriyalar kimi misallar təqdim et. Kimya fənnində süni intellekt alətlərinin istifadəsi, kimyəvi reaksiyaların modelləşməsi, 3D molekul vizuallaşdırması, təhlükəli eksperimentlərin simulyasiyası, tələbələrin bilik səviyyəsinə uyğun şəxsi öyrənmə yollarının qurulması, üstünlük çətinliklə və s. və s. Gördüyünüz kimi burada hər birisini qeyd edibdir. Məqalə elmi, ardıcıl, başlıqlarla strukturlaşdırılmış və plagiatdan, baxın ha, bu hissəyə diqqət edin, və plagiatdan uzaq olsun. Baxırsınız,
mən ona demədim ki, elə ki, plagiat çıxmasın, plagiatdan uzaq olsun. Mən nə edirəm? Həmin promptu köçürürəm. İstəsən filan edin məsələlərini oradan çıxaracam. Promptu yapışdırdım bura və burada əlbəttə Aygün, mən bunu belə edərəm məsələlərini buradan götürürük. Tamamilə məqalə yazmaq üçün prompt sözünü götürürük və başlayırıq buradan. Aşağıdakı mətni olduğu kimi istənilən süni intellekt sistemini veririk. Hə, bu da heç, bu da getdi. Prompt sözünə qədər sildik bu hissəni. Bunlar çünki bizə lazım deyil. Gəldik artıq bu hissəyə kimyanın təsiri. Baxın, burada əgər diqqət edirsinizsə, mövzunun adını hansı ki biz məqalə yazmaq istəyirik və yaxud elmiş göstərmək istəyirik, onların başlanğıc və bitiş hissəsini 2 ulduzla işarəliyibdir və əsas hissələri ulduzluyubdur. Başlıqları 2 ulduzla, digər hissələri tək ulduzla işarəliyibdir. Bu o deməkdir ki, yəni bu hissələrə ay süni intellekt daha çox diqqət et. Yəni artıq onların belə deyək də danışma dilidir. Onların o kodlaşmasıdır ki, o artıq bilir ki, nə etmək lazımdır. Yəni bu şəkildə dəqiqliklə bizə verir. Məqalə elmi arıcılıq başlıqlar, strukturlar, plagiatdan uzaq olsun. Ora qədər gəldik. Oradan sonra ay gün istəsən filan şeyi də, filan edək, filan şeyi də, yəni bunlar lazım deyil. Bu hissəni biz sildik. Və əsas hissə qaldıqdan sonra mən onu rahatlıqla göndərirəm. Kapilota. Sonra biri var idi, Zotero idi, neydi? Hə, Zotero o bayaqki Rabbitdən keçid idi. Axtarış dovşanından keçid edir diyor. Zotero'nun özünün dərin bir bazası var. Yəni həmçinin siz orada özünüz kitabxana yarada bilirsiniz, öz məlumatlarınızı yükləyə bilirsiniz. Rabbitin özündə də səhifəniz olur, yəni orada da yükləyə bilirsiniz. Sadəcə bu iki alət, yəni iki sistem bir-biri ilə əlaqəli işləyir. Məsələn, tutalım ki, Gemini necə VO ilə paralel işləyir və VO-nun orada instrumentlərini gətirib qoyub və yaxud da nana banananı. Bu şəkildə. Demək, artıq bizə baxaq görək nə verdi. Baxın, burada da bizə keçidləri və s. verir. Kimyanın təsirinin girişi verib. Sonra, baxın, girişin birinci abzasını nəyə əsaslanaraq yazdığını sizdə o, demək, dördbucaq mötərizələr içərisində istinadları yazırsınız. Misal üçün, ədəbiyyat, 5-ci ədəbiyyatda istinad, mötərizələrin içərisində o da 5 yazırsınız abzasının sonunda. Bax, hər abzasınızın istinadı var. Rahatlıqla həmin istinada keçid etməklə həmin informasiyanın haradan götürüldüyünü, hansı ədəbiyyatdan olduğunu demək, götürə bilirsiniz. Demək, məndə biraz qoruma mövqeyidir, ona görə deyir ki, buradan keçid etməyə icazə ver və yaxud vermə, yəni qorxulu ola bilər deyir. Üsulda mən verirəm, все равно продолжит, çünki o qorxulu bir şey vermir. Və gətirdi, mənə çıxartdı bura. Hansı ki, mövzunu buradan götürmüşdü və buradan mən də rahatlıqla demək, ədəbiyyatın adını, tarixini, sonra həmin ədəbiyyatı yazan şəxsin adını və s. buradan götürürəm, yerləşdirəm ədəbiyyat siyahıma və bunu hardan götürdün dedikdə mənə, mənim elmi məqaləmi və s. istinadımı burada yazıram ki, o da 5-ci sırada dayanan ədəbiyyatda qeyd etmişəm, yəni onu oxumuşam, ona əsaslanaraqdan da bunu çıxarıb bura qeyd etmişəm, yazmışam. Baxın, hər abzasın sonunda istinadları var. Süni intellektin tədrisdə rolu, həll olunan problemlər, adaptativ tədris, avtomatik qiymətləndirmə, simulyasiya, virtual labirint, yəni nə istəmişdiksə daha ötəsini artıq veribdir. Gördüyümüz kimi üstünlükləri, çətinlikləri, tədqiqat nümunələri və real tətbiqlər, nəticə və perspektivlər, gələcək istiqamətlər, hibrid qiymətləndirmə modelləri, AI, üstəgəl müəllim, yəni süni intellekt və Filusda müəllimin özünün fəaliyyətləri, açıqlana bilən süni intellekt, xüsusilə qiymətləndirmədə qərarların izahı, multimodal öyrənmə analitikası, virtual laboratoriyadakı davranış siqnalları, konseptual anlayışların əlaqələndirməsi, bilmirəm istifadə edirsiniz yoxsa yox, PET Colorado'dur, sonra digər bu kimi kimyadan maraqlı laboratoriyalar var ki, onları da buradan yəqin ki istinadları var və ona toxunur. Sonra qısa istinad siyasi seçilmiş mənbələr burada da qeyd edibdir və buradan yenə də keçidlərinizi hər bir ədəbiyyatın qarşısından edə bilərsiniz. Burada da var Virtual Labs in Chemistry Education,
səhifənin özünə linkini yəqin ki qoyub 2024-cü ildən fəaliyyət göstərir. Plus One, Adaptive Learning Instruments. Gördüyünüz kimi burada hər bir şey var. Burada da sonunda yenə də gəldik ki, PDF Word formatında da tərtib edeyim, nə bilim, sxemləşdirim, cədvəlləşdirim və s. istəyirsənsə edim. Ən sonunda da bizə istoçnik, yəni məlumat bazalarını hardan götürübdür. Buradakı oxa vursanız sizi aparıb çıxaracaq ora. Yenə köçürə bilərsiniz. Müəyyən əlavələrinizi və dəyişikliklərinizi etməklə məqaləniz demək olar ki, artıq hazırdır. Sonra, əgər mən məqaləyə sxem də əlavə etmək istəyirəmsə, baxın, sonunda mənə burada müəyyən bir şeylər verir. Deyir ki, məqaləyə sxem əlavə et, sonra 3D vizuallaşma nümunəsi ver və əlinlər üçün tövsiyələr ver. Misal üçün, bizdə deyir ki, adətən elmi işlər yazılanda nə olur? Deyir ki, yaxşı, bunları yazmışsan, çətinlikləri, mənfilikləri üzə çıxarmışsan, çox sağ ol. Yaxşı, sənin öz tövsiyən nədir? Yəni, bunun həlli yolları niyə təklif etmirsən? Həlli yolları filan da artıq burada tövsiyə məsələsindən götürə bilərsiniz. Məsələn, məqaləyə sxem əlavə et düyməsini vurduqda Copilot məqaləyə məzmuna uyğun şəkildə və məntiqi formada qurulmuş sxemlər də əlavə edəcək. Dərsdəyəm, çıxım danışarım. Dərsdəyəm. Saat 10-da bitir. Sonra məqaləyə əlavə edəcəyimiz sxem. Baxaq görək, nə əlavə edir. Biraz belə qarışıqdır, amma uyğun olmadıqda biz bunu dəyişə bilərik. İndirmə hissəsi var, misal üçün. Və yaxud da özünüzdə müəyyən bir şəkil və yaxud da müəyyən bir məzmun olsa və yaxud da siz onun üçün də sxemi düzgün qurulması üçün də bir promptu istəsəniz, o sizə çox uyğun olan bir belə deyək də sxemlər verəcəkdir. Daha rəngli, daha kompleks, 2-3 qatlı, PDF versiyalarına uyğun formatda və s. sonraki növbəti təkliflərini bizə təqdim edir. Və sonra verdiyi bizə, baxın, hətta digərlərində biz davamlı olaraq nəyisə yazmağa çalışırıq. Bu, yuxarıda yazdığına istinadən, özü burada deyil. Misal üçün, bayaqları yazdığına görə, məqaləni yazdığına görə, bizə burada deyirdi ki, mən burada birini götürdüm deyə, digərlərini sildi. Bizə burada deyir ki, məqaləyə sxem əlavə edim, nə bilim, məqaləyə filan şey əlavə edim, filan şey. Mən bunu seçdim, bunu saxladı, qalanlarını götürdüm. İndi məqaləyə sxem əlavə etdi. İndi oradan yola çıxır. Deyir, sxemi PDF formatında verir, sxemi rəngli versiyada hazırla, sxemi daha kompleks et. İndi mən sxemi daha kompleks etsəm, bu dəfə də ona növbəti verdiyi addım üçün əlavə bir təkliflər verəcək mənə. Yəni, insanın ağlına gəlmədiyi ən xırda detallara qədər təkliflərini gedə-gedə, yəni siz bəsləyənə qədər təklif verə-verə gedəcək. Bu da işin daha da zənginləşməsinə kömək edəcək. İndi gözləyək görək, başqa hansı təklifi verir. Demək, kompleks sxem kimyanın tərzində siyah ayətlərini çox siyahlayır. İndi baxaq görək, kompleks sxemi necə verdi. Biraz bayaqdan fərqli verdi, amma verdi. Belə bir şey verdi, rəqəmsallaşma və gəlin bunu indirək, baxaq. Bəlkə tam açılmayıb şəkil, ona görə biraz problem yaşayır. Sonra siz eyni zamanda Copilota fayllar yükləyə bilərsiniz, şəkillər yükləyə bilərsiniz təhlil üçün və s. Yəni bunlar da edə bilərsiniz. Şəklimiz bu formatdadır, bu formadadır şəklin özü. Rəqəmsallaşma və süni intellekt, adaptiv tədris, virtual laboratoriya, 3D molekul vizuallaşdırma, buradan da oxlar gedir, özəlləşdirilmiş öyrənmə yolları, bəzilərində türk sözlərindən istifadə edib, təhlükəsiz eksperimentlər, struktur anlayışı, süni intellekt köməkçilər, tutorlar, avtomatik qiymətləndirmə. Bu hissəni bağlayaq. Görək bundan sonrasına bizə nə verir. Baxın, artıq burada da yenə sxemi deyil, PDF sənədinə çevir, ikonlarla zənginləşdir, vertikal düzülüşdə hazırla. Lazım deyilsə tamamlayırıq, lazımdırsa digərlərinə keçid edə bilirik. Bu hissədən isə bu plus işarəsindən, hansı ki chat hissəsidir, biz orada onunla söhbət edirik.
Bu hissədən biz demək добавить рабочий содержимое, yəni belə deyək də, sancaq işarəsindən hər hansısa bir sənəd varsa onu götürə bilərik. İlk öncə son sənədlərin siyahısını, əgər OneDrive-də varsa oradan əlaqələndirmə var. Bax, məndə OneDrive var və açıqdır, yəni məndə sistem. Ona görə də buradan OneDrive-də mənə deyək ki, belə bir keçid verdi. Sonra nəyə yükləyə bilərsiniz buradan? Отправить изображение faylı. Məsələn, gəlin bir dənə ora, gəlin bu minyonun şəklini göndərək ora. Görək canlandıracaq, amma məncə canlandırmır. Bu şəkli ayaq üstə Bakı şəhərində alov güllələri binasının qarşısında yaşıllıqlar içində göstər. Bu şəkildəki personajı, şəkildəki personajı üzərində olan zənciri isə sil. Görək nə verəcək bizə. O verə bilməsə deyəcək ki, mən bunu bacarmıram. Görək nə qədər ağıllı bir sistemdir. Və Bakının alov güllələrini nə dərəcədə tapa biləcək. Bəzi alətlər var ki, yazırsan Qız qalasını arxa fonda ver, misal üçün Qız kulləsini qoyur Türkiyənin və yaxud da bir kilsə modelində belə bir şeylər qoyur. Gərək nə qədər döyüşəsən, çarpışasan ki, o sənə sənin istədiyini versin. Hələ yüklənmə gedir. Aha, əla. Alov güllələrini tapıb. Təxmini orada görsənir sizdə də. Mən artıq alov güllələrinin hər üçünün bir yuxarı hissəsini görürəm. Yavaş-yavaş şəkil yüklənə, açıla gedir. Yaşıllıqlar içində demişdik. Arxa fonda alov güllələrinin olmasını demişdik. Alov güllələrimiz artıq hazırdır. Hələ minyonumuz görünmür. Hələ yüklənmə gedir. İnternet sürətli olduqda biz biraz demək yeri dəyişmişik. Wi-Fi-nin yerini dəyişmişik təmirlə əlaqədə, ona görə biraz geç çəkir, üzürlü sayın. Amma açılmalıdır, açılacaq indi. Yoxlayan oldu özündən nə isə. Şəkli vermədi. Minyon oyunu zəncirini istəyib, ona yoxsa Bakının alov qüvvələri qarşısında niyə vermədi şəkli? Az öncə verirdi. Həyata keçirə bilmək. Çünki model hazırki şəkil əsasında personajın dəyişdirilmiş versiyasını yaratmağı müəyyən məhdudiyyətlər səbəblə blokladı. Vermədi. Amma qəşəng də düzəldirdi. Oradan görsənirdi, yəni yarı düzəltmiş modelə qədər gəlmişdi. Siz görə bildiniz o hissəni, yoldaşlar? Bəli, Aydoğan gördüm. İndi bu da mənə nəyi təklif edir? Deyir, xarakteri yenidən təsvir edək, zəncir olmadan. Sənin minyon dizaynından ilham alaraq, amma onun dəqiq surəti olmayan, zəncirsiz ayaq üstə pozada Bakıda alov güllələri qarşısında yaşıllıqda tamamilə yeni bir karikatura, oyuncaq stil personaj yarada bilərəm. Həm bu qaydalara uyğundur, həm də vizual olaraq istədiyinə çox oxşar olacaq.
Demək, yenə də sarı, tək gözlü, karikatura stilində bir fiqur, qırmızı kombinezon, yəni hər bir şey deyir, ayaq üstə, bakinalıq qüllələr fonu və s. və s. Demək, sənin oyuncağın ilhamlı, amma fərqli versiya, milyon stilində, amma orijinalında fərqli yeni bir personaj. Hələ ki 2-ni götürək, görək geyimi və s. nə qədər oxşadır. 2 yazdım sadəcə, yəni ikinci seçim edirəm. Bu artıq məni başa düşəcək özü. Zaten yuxarıda da verilmiş hansı variantı istəyirsən. Aha, artıq şəklin fonu gəlir. Görünə bilir oradan sizdə. Bəli, görürük. Fon yavaş Öncə açılır. görsənir hələ. Hə, açılır yavaş. Bu daha tez edəcək. Orada nədəsə onda problem yaşadı. O şəkli çevirə bilmədi. Onu çox böyük ehtimal onu götürüb ayaq üstə qoymaqda onun çətinliyi oldu, problem yaşadı. Şəkildə düz deyildi, çəpinə mən çəkmişəm o şəkli. Sonuncu dəyişiklikləri əlavə edirik. Davamlı məlumat verir. Yəni gözləyin, narahat olmayın, hər bir şey olacaq. Alıq güllələrini artıq mən görürəm. Görürsünüz sizdə? Bəli, görürük. Tamam. Yəni məsas istəklərimi saxladı. Görə personajımızı nə ilə əvəz etdi? Məndən icazə al ki, personajı başqa bir şeylə. Ya deyir ki, sənin dediyin fonu saxlayıram, personajı dəyişə bilirəm. Və yaxud da fonu dəyişim, personajı saxlayayım. Yəni fərqli, maraqlı bir fon qoyum. Yəni sırf alov gülləsi olmasın, yaşıllıqlar içində olmasın və s. Gözləyək, görək, biraz da açılsın. Yenə də deyəsən verə bilmədi. Verə bilmədi. Yenə də vermədi. Yəni ki, burada bir yarım da olsa, belə deyək, görsəndi. Ola bilsin, bilmirəm, internetin sürəti ilə bağlı çətinlik oldu. Tam da yeni komik bir personaj. B variantını yenə də son olaraq seçək. Başqa personajı versin. Tamam, bizimkini yaratmaq istəmir. Demək, gördüyümüz kimi Copilot'da da nə edə bilirik? Prompt yarada bilirik. Məqalə yaza bilirik. Elmiş yaza bilərik. Bizə demək, linkləri də verəcəkdir ki, biz hansı linkdən hansı informasiyanı götürdüyünü bilək. Ədəbiyyatın siyahısını da verəcəkdir. Ədəbiyyat siyahısının real olub olmadığını yoxlamaq üçün hər bir yerdə keçidləri də bizə verəcəkdir. Sonra əlavə olaraq burada nələr edə bilərik? Qeyd etdiyim kimi faylları yükləyə bilərsiniz. Sonra yeni agent yarada bilərsiniz. Yəni yeni chat yarada bilərsiniz və yaxud da bütün chatlara, bütün agentlərə baxa bilərsiniz. Yenə də vermədi. Yox, verdi deyəsən. Verməyə çalışır, deyil. Bu dəfə yəqin ki verəcək, çünki multiyaşka kimi yaratdı. Bayaq ki nümunələrdə biraz canlıya doğru gedirdi. Bu dəfə biraz karikatur stilini seçdi. Aha, artıq personajın da başı görünür, saçları görünür. Səhv etmirəmsə bizə bir aranjlı personaj verir deyəsən. Vəssalam. Yaratdı. Bir balaca da aşağıdan rənglər açılsın. Dediyimizi əslində hər birisini edib, alıq güllələri arxa fonda var, yaşıllıqlar içərisində və minyonu demişdik. Amma minyonu yarada bilmədiyinə görə belə bir personaj təklif elədi. Biz də qəbul etdik, o da yaratdı. Vəssalam.
Artıq şəkil tam açıldı və hazırdır. Şəkli demək endirə bilirsiniz. Sonra şəkli indi yenə də təklif edərik. Bildiyim qədər videoya çıxışı yoxdur Copilotun, yəni video yaratma qabiliyyətini yenə də yoxlamaq lazımdır. Çünki mən hələ bugünə qədər yoxlamamışam. Və bizə digər variant da verdi, səhv etmirəmsə. Bizə nə verdi? Bizə həmin personajın, həmin şəklin üzərində əlavə dəyişikliklər etmək, fonu dəyişmək, sonra kəsə bilərik, hər hansısa bir hissəni çıxara bilərik, ümumi kənarlarından kəsib kiçildə bilərik, sonra şəklin keyfiyyətini uluşdurub, yəni artıra bilərik və yaxud da şəklin üzərinə mətndə yerləşdirə bilərik. Misal üçün tutalım ki, dənə açılsın sizə. Добавить text veririk. Demək, eyni ilə Canva proqramının şablonunu bizə xatırladır. Və burada da yazaq. Mənim, misal üçün, sevimli personajım. Yazdıq. Yazını istədiyimiz yerə çəkib yerləşdirə bilərik, çevirə bilərik. Və beləliklə bu yan pörtü də yerləşdirə bilərik bu şəkildə. Tutalım ki, misal üçün. Belə. Və sonra yaratdığımızı endirə də bilirik. Yəni, bir tərəfdə bizə verdiyi informasiya, digər tərəfdə həmin informasiyanın üzərində biz müəyyən dəyişikliklər təkrar edə bilirik. Belə. Hələ biraz da mənə ürəkdirək verir ki, milyon olmasa da bu da şirindir, bu da qəşəngdir. Yəni, dərd etmə bir sözlə. Qeyd etdiyim kimi endirə bilirsiniz. Görək indi bu personajı canlandır, film kimi təqdim et, əl yerləsin və salam desin. Düşünmürəm belə, amma yenə də bəlkə də var. Çünki o qədər yeniliklər gəlir ki, qeyd etdiyim kimi süni intellekt alətlərinə. Nəysə düşünür, verməsək deyərdi, vermirəm. Çox böyük ehtimal verəcək. Yoxlayaq. Birinci mini animasiya hazırdır. Tamam. Baxaq. GIF yaratdı bizə. Yoxlayaq. Deyir, sənin seçdiyin personajın tam orijinal şəkli üzərində detallı animasiya yaratmaq texnik olaraq mümkün olmadığı üçün mən personajın demo versiyası kimi sadə bir canlandırma hazırladım. Personajın əl yelləməsini və salam verməsini simbolize edən kiçik animasiya. Belə bir şey yaradır. Ya bu əl yelləyir, əl sallayır. Yəni, o şəklin özünün üzərində heç nə edə bilmədi. Belə bir şey yaratdı. Çox böyük ehtimal yaxın günlərdə bu funksiyada gələcək. Çünki görünən budur ki, artıq proses gedir, üzərində işləmlər gedir ki, bunlarda göstərməyən bir şeylər var artıq. Bu varsa, demək, bugün sabah həmin Copilota bu da gələcəkdir ki, artıq filmlər çəkilsin. Buyurun, sualınız var? Sualı olan var? Yox. Hər şey başa düşür. Tamam. Deməli, biz əsasən mətnlərin hazırlanmasında, sonra demək, araşdırmada. Yox, o keçid idi. O ədəbiyyatlara, ondan sonra bəli, o birinci siz elə Rabbitə girirsiniz. Axtarış dovşanı. Siz əsas axtarış dovşanından yapışın. Axtarış dovşanı onsuz da sizə tapır, çıxarır onları.
Amma Zotero'nun içərisində də keçidlə, o sizin özünüzdən asılıdır. Mən indi keçdim. İstəməsə siz keçməyə bilərsiniz. Elə axtarış dovşanının içərisində qalıb, onun öz içərisində. Onsuz da o da verir həmin ədəbiyyatları. Eyni bir şeylər o da verir. Oradan da götürə bilərsiniz. Və yaxud da, misal üçün, orada sizə neçə min, 720 min idi, nə idi? Orada sizə belə bir material, ədəbiyyat çıxarmışdı, tapmışdı, məqaləli, nəşrli, kitablı bütün dünya üzrə, həmin o süni intellektin kimyada tətbiqi ilə bağlı. Amma siz bunu daha da qısaltmaq üçün, demək, əlavə olaraq Geminiyə, Claudio'ya, Copilot'a da müraciət edə bilərsiniz. Yeri gəlmişkən bayaq soruşduğum Claudio idi. Claudio'da bir balaca yenə də sizə göstərim, bir xatırlayasınız. Claudio da mükəmməldir. Biz sizinlə səhv etmirəmsə Claudio'nu mən sizə izah etdim, düzdür? Claudio'nu göstərmişəm mən sizə. O uşaq vaxtı üfürür deyə belə uçuşurdular. Onun kimi də bir simgəsi var. Claudio'nun qırmızı fonlu. İndi biraz yüklənmə gedir. Baxın, bunu deyirəm. Bu Claudio'dur. Bu simgə Claudio'nun simgəsidir. Burada da demək Claudio'nu. Mən demişdim, səhv etmirəmsə sizə Claudio'nu, düzdür? Yoxsa deməmişəm? Məncə deməmiş. Tamam, Mən o zaman məncə yox idi. tamam. Claudio'nun imkanları çox genişdir. Elmi əsərlərin, məqalələrin təhlili üçün çox faydalıdır, çox yararlı bir alətdir. Demək, digər hissələrə keçidləri mümkündür. Opus 4.6-dır, Sonnet 4.6-dır, Haiku'dur. Yəni, digər alətlərlə də inteqrasiya edə bilir. Səs göndərə bilirsiniz, o sizə səsli cavab verə bilir, sizin səsinizi həmçinin yazıya çevirib orada görüntüləyə bilir. Siz ona, belə deyək də, yazı işləri üçün, təhsil, tədris üçün, nə bilim, yaradıcılıq üçün, eyni zamanda kod yarada bilirsiniz. Sonra bildiyim qədər burada oyunlar da yaratmaq olur, oyun kodlaşdırmaq olur. Grade'də nə var? Demək, bir dəqiqə. Demək, burada dili bir balaca dəyişək. O zaman bunu saxlayacaq inşallah növbəti görüşümüzə. Çünki vaxtımız da azar, həm də sizi də çox yormayaq. Demək, rəqəmsal əlaqələr, fiziki əlaqələri çevirən bir təcrübə hazırlayın. Yaradıcı komandanı heyrətləndirəcək bir ideya seminarı planlaşdırın. Bu sizə şablonlar verir. Amma istəsəniz siz özünüz yarada bilərsiniz. Demək, e-poçt bulletinləri dizayn edin. Şəxsi dəyərləndirməyə əsasən interaktiv bir installasiya dizayn edin. Daha istifadəçi dostu bir şey yaratmasına kömək edin. İstifadəçi dostu dedikdə yenə də əlavə bir köməkçinin yaradılmasından gedir söhbət. Sonra yazın hissəsində burada da yenə sizə özü şablon da verir. Sosial media yazılar yaradın, tədbir təsvirləri yaradın, brend səs təlimatlarını hazırlayın və s. və s. Yəni tək təhsil tədris üçün deyil, eyni zamanda iqtisadiyyat, səhiyyə, biznes və s. üçün də istifadə edən bütün sahələrdə də bir sözlə. Öyrənin hissəsində öyrənmə çərçivələrini inkişaf etdirin, bu qeydləri toplaşmış xülasəyə çevirin. Misal üçün, tutalım ki, siz ingilis dilini öyrənmək istəyirsinizsə, təbii ki, bu hissələrdən sizin üçün ən uyğun olan, yəni mən hansı düyməni basım ki, mənim üçün ən uyğun olsun, öyrənin hissəsində, burada magistr papağı olan hissədən bu düyməni vurmaqla öz fikirlərinizdə artıq bu öyrənmə mövqeyində qeyd edə bilərsiniz. Amma yenə də prompt önəmlidir. Bütün süni intellekt alətlərində olduğu kimi burada da çox önəmlidir. Demək, Claudio'ya düzgün prompt versəniz, bu sizə çox möhtəşəm demək yanaşmalarla gələcəkdir. Yeri gəlmişkən, misal üçün tutalım ki, süni intellekt buraya yazsaq, onunla bağlı informasiyanı çıxacaq və qarşısına mütləq şəkildə dəqiq linkləri verəcək bizə. Bu da pulludur. Xeyr. Pullusu var bunun da pullusu var. Amma bunun pulsuz olanı bizim üçün çox geniş imkanlar açır. Yəni siz bununla pulsuzu ilə xeyli iş görə bilərsiniz. Azərbaycanca yazılıb, belə öz dilimizdə yazılıb. Tətbiqlər, odur da. Yəni hansı dildə baxmaq istəsəz o dildə də götürəcəksiniz.
Bu qədər. O zaman biz bunu Kladio üzərində, əslində bu da o birisilər kimidir. Yəni bunun üzərində dayanmaya da bilərik. Gördüyünüz kimi burada prompt yaza bilirsiniz. Burada da demək müəyyən bir işləri, prosesləri idarə edə bilirsiniz. Yenə də eyni qaydada. Yəni bir dənə süni intellekti bildiksə, o zaman demək digərlərində biz rahatlıqla idarə edə bilərdik. Eyni oxşar funksiyalardır. Başqa sualınız var müəllimlər? Bir sualım var. Gəlin. Öncə təşəkkür edirəm çox gözəl məlumatlar üçün. Buyurun. Şəklin Word-ə çevrilməsi. Məsələn, şəkil deyəndə, məsələn, məqalənin şəklini çəkmişəm. Aha. Word-ə çevirmə. Məsələn, belə proqramları var, sadəcə götürür şəkli yapışdırır da. Tamam. Elə bir mükəmməl proqram var mı? Gemini uyğundur. Cladio'nun özü də uyğundur. Gemini ən uyğunudur. Geminiyə həmin şəkli atırsınız. Amma qeyd etdiyim kimi Geminiyə bir gündə 3 dənə səhifə ata biləcəksiniz. Geminini amma pullu qeydiyyatdan keçsəniz, cəmi aylığı $2 neçə sentdir. Bizim puluna hardasa 4 manat 79 qəpikdir. Nədir? Belə bir pul edir. Yəni son bu ayda daxil olmaqla indi bundan sonraki 6 ay o şəkildə endirim qoyub Gemini. Çox məncə yaxşıdır, möhtəşəmdir. Yəni bir ay 5 manat çox əladır. Həqiqətən də yaxşıdır. Amma sadəcə bir dənə şey dəqiqləşdirmək istəyirəm. Məsələn, bəzi proqramlar var, edir, amma orada hərflər, məsələn, səhv düşür, hərflərin yerinə simvol atır, hansı hərflər bilmir. Yəni, bu Gemini'də bu olmur da. Gəlin belə deyək, siz indi əlinizin altında WhatsApp-da varsa belə bir hissə, siz onu gəlin, bircə dəqiqə gəlin, mən bir dənə internetdən məqalənin şəklini götürün. Misal üçün, deyək də bir şəkil götürək. Nə yazaq? Elə yazaq süni intellekt. Və yaxud da sizdə nə idi? İnklüziv təhsil idi, eləmi? İnklüziv təhsil. Məsələn, deyək ki, şəkillərə baxaq, şəkildəki yazıları götürməyə çalışaq. Burada haradasa yazı var. Məsələn, deyək ki, bu, eləmi? Kopirovat elədik, gətirdik Geminiyə. Birinci yazıram, sənə şəkil formatında göndərdiyimi mətnə çevir, göndər. Mən ona bayaq alman dilində şəkil atmışdım, onu başa düşdü. Bu şəkildəki yazını mənə mətn olaraq göndər. İndi analiz edir. Baxın, inklüziv təhsil haqqında məlumat. Biraz dediyiniz kimi hərflərdə bəzi məqam, amma tam da deyil. İnkluziya, ingilis dilində tərcümədə daxil olma, qoşulma deməkdir. Baxın, buradan da götürdünüz, şəkildir də, bu düzdür, şəkil atmışdıq biz ona. Mətni köçürdünüz və rahat şəkildə istifadə edə bilərsiniz, düzəliş dəyişir. Bütün yazını köçürdü. Təşəkkür ederim. Buyurun. Bir də bir söz olmuşum. Məsələn, bu 6 aylıq mən abunə oldum. 6 aydan sonra haçan istəsəm saxlaya bilərəm də, düzdürmü abunəliyi davam edir? Dediyim kimi, məsləhətdir ki, süni intellekt alətləri, internet üzərindən alacağınız, alış-veriş edəcəyiniz bir kartınız olsun. İstəməsəniz dayandıracaqsınız. Təbii ki, orada onların mailləri və s. var. Elə yazıb özündən soruşa bilərsiniz. Misal üçün, tutalım yazıram ki, mən sənin pro versiya, burada yuxarıda bir dəqiqə gəlim, o pro versiya məsələsini sizə göstərəcəm. Burada gəlməlidir. Deyək ki, mən pro versiya
və sənin proversiya istifadəçinə abonelikdən çıxmaq üçün nə etməliyəm? Görürsünüz, OneGoogle.com linki də veribdir. OneGoogle.com vasitəsilə idarə olunur. Ayarlar, setting bölməsinə keçin. Sol tərəfdəki menyudan və ya yuxarıdakı dişli çarx işarəsindən ayarları seçin. Abunəliyi ləğv et, abunəlik planını dəyişdir və s. və s. Sonra da təsdiqləyirsiniz və salam. Vacib qeyd istifadə müddəti. Abunəliyi indi ləğv etsən belə artıq ödədiyin müddətin sonuna qədər pro funksiyalarından istifadə etməyə davam edə bilərsiniz. Yəni ki, mən dayandırıram, amma hələ bir ayın bitmədiyinə görə mən davam edirəm. Gördünüz necə? Hamısının bütün qaydaları var. Təşəkkür edirəm. Çox sağ olun, Aygün xanım. Buyurun, buyurun. Başqa sual olan var? Yoldaşlar. Başqa sual olan yoxdursa, siz də sağ olun.